Salam, hər vaxtın xeyirli olsun. Necəsən? Özünü necə hiss edirsən? Artıq yeni ilə sayılı günlər qalıb. 2025-i bitirmək üzrəyik. Düşündüm ki, o qədər yaralarımızdan düşünürük ki, o qədər yaralarımızda yaşayırıq ki, hələ də. Oradan hələ də çıxmamışıq ki. Artıq buna bir əl atmaq lazımdır. Artıq bunun haqqında bir düşünmək lazımdır, bir götür-qoy etmək lazımdır. Çünki illəri ötürür, keçir və biz hələ də ayrılmamaqda israrlıyıq. Böyüdüyün ailə ya da səni böyüdən kimlərsə varsa, böyüdüyün mühit necə olubsa, sən bugün özünü hələ də nəyinsə kölgəsində, sarətində hiss etmiş ola bilərsən bəlkə də. Yəni, uğursuz bir başlanğıc götürmüş ola bilərsən özlüyündə. Amma bu, bütün həyatına qərar verirmiş kimi davranma. Bilirəm, birbaşa mövzuya girdim, çünki uzatmaq istəmirəm. Bu dəqiqə əlində travmasını, hekayəsini bayraq tutan insanlar tanıyıram. Mənim atam belə oldu, mənim anam belə oldu, ona görə mən bunu eləyirəm. Mən belə bir həyat yaşadım, belə böyümüşəm. Acım var, problem var, travmalıyam. Ona görə mən səni canlı yandıracağam. Ona görə mən potensialımı istifadə etmək istəmirəm. Hər şey bu qədər bəsitdir. Ya da kənar insanlar, kənar hekayələr. Haqqınız yoxdur axı onları siz travman var deyib incitməyə hələ də. Nə vaxt özünüzlə məşğul olacaqsınız? Nə vaxt artıq düşünəcəksiniz ki, mənim həll etməli olduğum bir mənim var. Ortada illəri gedən, ömründən gedən bir mən var. Mən nə vaxt bu məsələyə başlayacağam? Nə vaxt bu məsələ ilə məşğul olacağam? Hekayələr eyni deyil. Hekayələrin başlanğıcı hər zaman eyni olmaya bilər. Ola bilər ki, sən həqiqətən də problemin içindən bir insan yaratmağa çalışırsan özündən. Tamamilə sıfırdan özünü bu dəqiqə yaratmaqla məşğulsan. Ya da bəlkə də yaratmağa taqətin belə yoxdur, ona görə bu videonu açmışsan. Amma nə vaxta qədər bunu davam elətdirəcəkdin? Nə vaxta qədər bəs sən qurban modelində qalmağı düşünəcəkdin? Bu videoda biz gördüyümüz o yaşadığımız travmalara nifrət qazanmaqdansa, onları başa düşməyə öyrənəcəyik, dostlar. Bizim problemimiz elə budur. Biz hissləri yüklüyürük hadisələrə və sonra anlamağı unuduruq və hissləri o qədər yüklüyürük ki, o qədər emosional baxırıq ki, özümüzü tamamilə hisslər mühasirəsinə salırıq. Anlayış yoxdur. O zaman biz həyata necə bilib baxacağıq? Hər şey anlamaqdan keçir. Mən qəbulumda olan nə qədər insanlar olub. Öz hekayəsinin qəhrəmanı olmağı yaşamaq istəyənlər. Öz hekayəsinin qələmini əlinə almaq istəyənlər insanlar tanıyıram. İstəyən insanlar tanıyıram. Onlar bir cümlə deyir. Mən buradan gəlsəm belə, mən hardan gəlmiş oluramsa olum, hekayəm hardan başlayır olursa olsun, mən özümün fərqindəyəm. Mən amma sadəcə olaraq necə edə biləcəyimi bilmirəm. Mən etmək istəyirəm. Mən artıq kölgədə qalmaq istəmirəm. Mən artıq travmamın içində yaşamaq istəmirəm. Bu cümləni belə işlədəndə çəkinən insanlar var. Ayda mən nə vaxta qədər travma, artıq uşaq kimi gəl mənə deyən insanlar da var. Hissi yaşamağın tərəfdarıyam. Hissinizi yaşayın. Yas müddətinizi yaşayın. Acınızı yaşayın. Amma onu mağaranıza çevirib davamlı olaraq orada yaşamayın. Hekayəniz hardan, necə uğursuz mu başlayıb, yarım mı başlayıb, nə natamamlılığınız varsa, inanın onu hiss eləyirəm, onu mən çox yaxşı başa düşürəm. Və həyat sadəcə sanki sizə bir dənə, sadəcə sizə qəddar davranırmış kimi düşünməyin. Çünki inanın, həyat hər kəsə fərqli çətinliklər verir. Fərqli. Hər hekayənin özünə görə fərqliliyi var. Özünüzü, yəni birincisi, yalnız hiss etməyin. Çətinlik hər kəsdə var. Gördüyünüz hər kəsin bir mübarizəsi var. İkincisi isə, o mübarizə ilə necə yaşadığınız sizi siz eləyən şeydir. Ya acınızın qurbanı olub ömrünüzü onun, bunun sözü, baxışı, duruşu altında keçirəcəksiniz. Ya da o mübarizənizdə bütün işiniz özünüzü tapmaq olacaq. Hansını istəyirsiniz?
Seçimlərə seçim etmək bacarığına bəzən sahib olmayan insanlar belə olur bu həyatda. Seçim etmək belə haqqı tanınmır. O insanları da başa düşürəm. Çünki elə bir ab-hava içərisində olurlar ki, onlar. Yəni həqiqətən də nə etsələr də sanki düzəldə bilməyəcəklərmiş kimi hiss edirlər. Amma o insanlar da bir gün gedəcək. Sizə seçim haqqı tanımayan o mühit də bir gün sizi tərk eləyəcək. Davamlı olaraq o sizin yanınızda qalmayacaq. Yara var bədənimizdə, yara var hekayəmizdə, amma onu davamlı olaraq yad edərək qanadırsınız. Qoymursunuz sağalsın. Yad edəsəni, sən amma onu düzəltmək üçün yad edəsən, onu ancaq bəhanə olaraq yad etmək sənə heç bir şey qazandırmayacaq. Anlayıram, alınmayıb, bəzi şeylərdə natamamlıq hissi yaşamısan, bugün bəlkə də münasibətlərində, iş həyatında onun əksini görürsən, bəlkə də görmürsən, amma sorğuluyursan ki, mən niyə davamlı yeni periodlar yaşayıram, mən niyə bu çətinliyin içərisindəyəm deyə düşünə bilərsən. Əsl məsələ də elə budur. Fərqində olub da addım atmamaq daha çətindir. Amma ən azından fərqində olmayan insanların bir ancaq dili uzundur, keç olmasa, bu deyə bilir ki, məsəl üçün, mən niyə beləyəm? Başa düşülən haldır. Dostlar, toparlanmalıyıq. Həyatın məsuliyyətini özlərinizə götürməlisiniz. Başqa yolunuz yoxdur. Həyatınızın hekayəsini özünüz yazmalısınız, yazacaqsınız. Çünki bu həyatda həyatların bugünə qədər dünya yaranandan bəri neçə milyard, bəlkə də nə qədər ondan da çox insan yaşayıbsa, bir hissəsi hekayəsinin qurbanı rolunda yaşayıb. Bir hissəsi hekayəsinin qəhrəmanı rolunda. Onları bir-birindən fərqləndirən şey bilirsiniz nədir? Günahlandırmaqdan əl çəkmələri, anlamağa başlamaları, mənə bunu niyə etdilər yerinə, mən artıq nə edə bilərəm özüm üçün deyə düşünmələridir. Baxıb dediyiniz insanlar var, həyatının mərkəzindədir, öz həyatının mərkəzindədir, özünə xidmət eləyir, özünü düşünür, egoistlik yox, özünün xeyrinə düşünür, çalışır, yaradır, xoşbəxtdir. Niyə? Çünki o insan vaxtıyla yaralarını, ona yara açanları anlayıb, haqq qazandırmaq demirəm, onu incidənləri anlayıb, yeri gəlib böyüyə bilmədiyi sağlam, qeyri-sağlam ailə mühitində başa düşüb, ana-atasını başa düşüb ki, niyə belə olublar və başlayıb özünü yaratmağa. Özünüzü yaratmaq üçün arxanızda buraxmalı olduğunuz şeylər var, bunu qəbul etməlisiniz. Bəzən sağlam olmayan şeylər belə o qədər bizim komfort zonamız olur ki, biz onlara o qədər bağlanırıq ki, biz parçamızıymış kimi ona davranırıq, amma parçamız deyirlər. Sadəcə olaraq öyrəşdiyimiz şeydir deyə bizə elə gəlir. Bugün yaşadığın hekayə öyrəşdiyin üçün səni zəhərləməyəcək demək deyil. Yəni, sənin qeyri-sağlam bir hekayən varsa, sən təcili olaraq özün üçün bir tədbir görməlisənsə, o demək deyil ki, sən olduğun mühit, sənin davamlı olduğun mühitdir, beynin artıq bunu öyrəşib, bu üzrə proqramlanıb. Demək ki, bunda bir problem yoxdur. Maksimum nə ola bilər ki, heç bir şey? Yaşana bilməyən bir həyat. Nəticədə yaşana bilməyən bir həyat. Reallaşdırmaq potensialın var ikən, reallaşdıra bilmədiyin bir sən. Ortada bu olacaq. Nə qədər insanlar var ölüm yatağında, nə qədər deyirlər ki, mən onun bunu düşünmək yerinə düşünməsəydim, indi həyatım belə olardı. Mən filan yaşımda bu addımı atsaydım, indi daha çox başqa cür bu həyata vida eləyə bilərdim. Nə qədər kəşkilərlə yaşayan insanlar var. Sən kəşkilərə doğru gedirsən. Yəni, bunu qəbul edirsən həqiqətən. Yaxşı ki demək əvəzinə kəşki demək çox ağırdır, deyim sənə biləsən. Kəşkinin ağırlığı yaşanmamış bir həyat. Həyatın çox çətin yerdən başlaya bilər, yenə deyirəm. Ola bilər. Həyat onsuz da hər kəsə fərqli sferalarda mübarizə verib. Sən gördüyün ən güclü insanın bir öz mübarizəsi var. Səni inandırıram bütün səmimiyyətimdən buna. Amma bir artıq ayılın, yükünüzü üzərinizə götürün. Sağlam bir modellə böyüməsən belə, sağlam bir model yarada bilərsən özündən. Sağlam modellərlə böyüməməyin heç vaxt sənin həyatında sağlam yollar olmayacaq mənasına gəlmir. Səni buna kim inandırıbsa dərhal ondan uzaq dur. Səni buna özün belə inandırmısansa dərhal əvvəlki versiyandan sağlaşmağa çalış. Bu necə edə biləcəyinlə
bağlı. İndi bunun dərinliyinə təbii ki, baxmaq lazımdır. Elə insanlar var, həqiqətən onlar məsəl üçün belə videolarla, özlərində çalışmaqla, sadəcə özləri ilə baş-başa qalaraq toparlaya bilirlər. Elə insanlar var, onların psixoloji dəstəyə ehtiyacı olur və bu çox normal bir şeydir. Bundan çəkinməyin heç vaxtı. Ehtiyac varsa təmin edin özünüzü. Hekayə necə başlayıbsa elə bitməli deyil. Belə bir qayda yoxdur. Sən ya da necə bir sevgi hekayəsi yaşamısansa ilklərin elə davam etməyəcək. Sən dur deyənə qədər davam eləyəcək. Sən dur dediyin anda davam etməyəcək artıq. Hər şey səndən ibarətdir. Ailənin sənə davranışı, dostlarının, sevdiyinin, yoldaşının, övladlarının, dünyanın sənə davranışı, həyatın sənə davranışı sənə baxır. Hər şeyi sən müəyyənləşdirirsən. Günahı ona bunu atmaq işin ən asan hissəsidir. Onu belə baxsaq hamı eləyir, hamı. Və səni sən eləyən nədir? Deyirsən, mən buyam. Məsələn, mən deyirəm, mən mənzərəm, deyirəm. Məni mənzər eləyən nədir? Mən ona bunu günahlandırsaydım, mən davamlı olaraq, mən yaralıyam, mən incinmişəm, mən bunları yaşamışam, mənim həyatımı gətirmədi, bundan sonra da gətirməyəcək. Mən burada belə bir yerdə böyümüşəm, belə bir yerdə davam eləyəcəm həyata desəydim. Sizcə bu dəqiqə mən sizin qarşınıza çıxıb oturub danışa bilərdim? Sizcə bu dəqiqə biz bir-birimizlə tanış olmuş ola bilərdik? Məni mənzər olaraq tanımış ola bilərdin? Yox. Mən niyə bugün buradayam? Mən niyə buradayam? Çünki yeri gəlib, özümü izah eləmişəm, özümü böyütmüşəm. Baxın, qəbul etməliyik ki, yeri gələcək özümüzü böyütməliyik. Yeri gələcək özümüzə ana ata olacağıq, yeri gələcək özümüzə sevgi verməliyik onsuz. Bu hər bir insanda olmalıdır. Sevgi anlayışı, öz sevgi və yaxud da bir şeylər qazanmaq, bacarmaq hissi kimisə gəliş-gedişi ilə yaranıla biləcək bir şey olmamalıdır. Çünki biz bunun təməlini öz içimizdə atsaq daha yaxşı olar ki, o bizim həyatımızda daimi qalsın. Yəni, mən əgər o dildə danışsaydım, o dilimi dəyişdirməsəydim, mən bugün burada olmayacaqdım, dostlar. Mən bugün böyük ehtimalla ixtisasım üzrə də işləyə bilməyəcəkdim. Çünki özümü bir qurban modelində saxlamış olacaqdım və deyəcəkdim ki, mənim hekayəm elə bu qədərdir. Qələmi verim, kim istəsə tutsun, yazsın. Mən də bəxtimə nə düşsə onu yaşayaram. Bu arada elə düşüncədə olduğum günlərim olub. O günlərdən keçmişəm. Demişəm ki, deyəsəm mən həyatımı axşa buraxsam, həyatımı filan insanlara buraxsam, xoşbəxt olacam. Dırnaq arası. Elə bilirdim ki, mən həmin formada özümü tapa biləcəm. Xeyr, heç də elə olmur. Heç də elə olmur. Sən özünü seçmədikcə, heç kəs səni seçməyəcək. Sən özünü görmədikcə, heç kəs səni görməyəcək. Sən yaranı sağaltmadıqca, davamlı olaraq yaranın üzərinə yaralar qoyacaqlar. Ailədən öyrəndiklərin qeyri-sağlam ola bilər. Ananı, atanı nə vaxta qədər bəs günahlandıracaqsan? Tamam, qəbul eləyirik. Başa düşürəm səni. Sən ola bilsin ki, yəni yaxşı bir yerdən çıxmadın, alınmadın. Hekayənin başlanğıcı yaxşı olmadı. Günahlandırma işini bəs nə vaxta qədər davam elətdirəcəksən? O reallığı danmıram. Başa düşürəm səni. Bir var ki, özünü dəyişdirəsən. Bir var ki, kənar insanları dəyişdirəsən. İstənilən sənin xaricində insan nəzərdə tuturam. Həyatda idarə edə biləcəyimiz şeylər var, bir də idarə edə bilməyəcəyimiz şeylər var. Bunu unutmayın. Bizi incidən, idarə edə bilmədiyimiz şeyləri israrla idarə etməyə çalışmaqdır. Bizi geridə qoyan isə bizim idarə edə biləcəyimiz özümüzü görməməyimizdir. Gücümüz ən çox özümüzə çatır, dostlar. Gücümüz ən çox özümüzdədir. Biz amma durub gücümüzü artıq bundan sonra dəyişməsi mümkünsüzə bərabər olan, artıq maksimum əlində olan, necə izah eləyim sizə, bir dəqiqə gözləyin. Məsəl üçün bunu tapdım. Tutumu bu qədər olan bir insandan bundan böyük gözləntilər gözləyirsiniz. Bunu idarə etməyə çalışırsınız. Kənar kim sizi incidibsə, hekayənizə yara qoyan kim və nədirsə, dirəşib onu dəyişdirməyin. Çünki mən bunu əminliklə sizə deyirəm ki, o insanları dəyişdirmək yerinə onları başa düşsəniz, irəliləyəcəksiniz. Haqq qazandırmaq deyil bu. Hisslərini yaşamamaq da deyil. Sadəcə olaraq, sənin qarşındakı insan bu qədərdir axı. Sən bu insanı maksimum nə qədər dəyişdirə bilərsən? Bax, sərtdir. Budur, qəlib budur. Bu qəlib.
Bütün gücünü sərf elə, bütün gücünü. Dəyişməyəcək, özü istəmədikcə dəyişməyəcək. Öz istədikcə dəyişən kim var ortada? Sən. Yolunu dəyişdirmə iradəsinə sahib olan kim var ortada? Sən. Enerjini özünə qoymaqdansa kənara qoymaq ömürdən getməsinə səbəb olur. Belə bir həyat qurban psixologiyasının ən bariz nümunəsinə çevrilir bir müddət sonra. Həyat onsuz da öz həyatını yaşaya bilməyib, o formada həyatı köçən insanlarla dolu olub da, indi də dolu olmağa davam edir. Sən deyirsən, mən eləyən şeylər var, mən, nə ilə bağlıdır o mən? Tərkibi nədir o? Davamlı olaraq kimlərsə suçlamaqla davam eləmək istəyirsənsə, sən deyə bir şey yoxdur ortada, açıq danışaq. Çünki sən hələ də yaraların arxasına gizlənmirsən. Hələ də sən deyirsən ki, mən bunu yaşamışam, buna görə bunu eləyirəm. Bir yerdə bilirsən həyat sənə nə eləyir, yox da nə eləyəcək? O yaraların üstünə davamlı olaraq yara yığacaq. Davamlı olaraq sən özünlə dava formasında olacaqsan, hüzur formasında olmayacaqsan, hüzur harmoniyasında olmayacaqsan. Çünki sən anlamaqdan çox, belə necə deyim, iynələməyi, sorğulamaqdan çox, dərk etməkdən çox, niyə, mənə bu olmamalıydı, məlilər, düşüncə xətaları ilə davamlı olaraq yaşamaq seçmişdim çünki. Belə bir insan özünə necə bir yol çəkə bilər ki, maksimum? Yəni, nə ola bilər? Ortada nə ola bilər? Necə bir əsər ortaya çıxa bilər ki? Ayılmaq lazımdır. Ayılmaq. Yeni ilə artıq, yeni ilin başlanğıcını artıq istəmirəm ki, sən köhnə versiyanı daşıyasan. Acı hamıda var. Travma hamıda var. Sən tək deyilsən. Sənin keçdiyin yolun eynisini olmasa da, dərəcə olaraq yaxın, çox, az, çətinlikdə həyatlar var indi də. Səni sən eləyən, amma o həyatlar acı ilə dolu ola bilər. Bəziləri ilə sadəcə acı ilə dolu olur. Bəziləri ilə sadəcə acı ilə dolu olur. Bəziləri o acıdan doğulurlar. Küllərindən doğulmağın vaxtıdır. Sən səni yaşatmağa qadir olan, layiq olan tək varlıqsan. Yaran səni müəyyənləşdirmir. Artıq dəyişdirə bilməyəcəyin şeylərdən, yəni dəyişdirə bilməyəcəyin şeylərə artıq bax istəmirəm. Çətin də olsa anla. Sənin rol modellərin vaxtıyla qeyri-sağlam olub, kaş yaxşı olsaydı, kaş gücümüz çatsaydı, kaş alındırsaydın. Amma olmadı. Sən o zaman özün bundan sonra yolunda nəyə müdaxilə edə biləcəksənsə, onlara müdaxilə etməklə yaşasan daha yaxşı olar. Çünki əks halda həyat gözləmir. Həyat sənin daha belə deyək, sehirli çubuqlarla, hazır həyatlarla qabaqda gözləməyəcək. Sən tərpənmədikcə həyatın bir yerə tərpənməyəcək. Gördüyün o, yaşadığın acılar, yaşadığın o çətin situasiyalar nə sənin dəyərini müəyyənləşdirmədi, nə səni sən eləyən onlar deyil, nə də ki, hər zaman onlardan ibarət bir həyatın olmayacaq. Əgər ayılıb ayağa dursan, əgər desən ki, mən artıq özümü yaşamaq istəyirəm, mən artıq travmalarımın, bəhanələrimin arxasına gizlənmək istəmirəm, bunu desən, deməyə bacarsan və tətbiq eləsən, sənə söz verirəm ki, həyatın dəyişəcək. Əks halda saydığın, elə olduğun yerdə sayacaqsan. Hekayəni yazmaq üçün düşünməlisən, addım atmalısan, məkan dəyişdirməlisən, insanlar dəyişdirməlisən, yox deməlisən. Bunları da anlayıb qəbul etməlisən. Heç bir şey hazır formada olmur və gəlməyəcək əziz insan. Hekayəmiz ola bilsin ki, yaxşı istədiyimiz yerdən başlamadı, amma davamı bizim əlimizdədir. Biz istədikcə var olacağıq. Bizim dünyamız özümüz qədərdir. Ümid edirəm ki, özünü tapacağın, özünlə məşğul olacağın, artıq travman var deyib əlində bayraq saxlayıb da onun arxasına gizlənəcəyin bir il yaşamazsan. Həyatda nə yaşayırsan yaşa, imtahan, iş, münasibət, orada aldığın uğursuzluqlar, yaralar, orada yaşadığın qorxular var. Hamısı özünü anlamamaqdan irəli gəlir. İnsan özünü anlayıb tanısa,
basar keçər bütün hisslərin içərisindən. Basar keçər. Videonu 2 sənə çəkmək məcburiyyətində qaldım. Son 9% zaretqam var. Yekunlaşdırar inşallah yavaş-yavaş. Baxın, həyatınızın hansı sferasında nə qazanmış olursunuzsa olun, nə qazanmaq üzrə olursunuzsa olun. Birincisi bunu bilin ki, siz istər-istəməz ağ vərəq olaraq doğuluruq və proqramlaşmışıq. Böyüdüyümüz yerlər, insanlar vasitəsilə bizə müəyyən inanclar öyrədilib, dəyərlər öyrədilib. Həyatı istər-istəməz oradan baxırıq. Amma əgər o bizə yanlış şeylər elətdirirsə, əgər o bizə uyğun deyilsə və bizi geri qoyursa, o zaman siz ona müdaxilə edə bilərsiniz. Mən istəyirəm ki, mən dərdim bilirsiniz nədir bu videoda. İnsanlar potensialını görsünlər artıq. İnsanlar anlasınlar ki, artıq yara verəni incitməkdənsə, yaralayanı incitməkdənsə və yaxud da yaralayan gəlsin mənim yaramı sağaltsın deyə düşünməkdənsə, özlərinə baxsınlar, çarənin, həllin, həyatın, başlanğıc və bitişin özlərində olduğunu görsünlər. Mən bunu istəyirəm. Çünki bir həyat tam mənasıyla sənin içindədir. Kim olursan ol, nə yaşamış olursan ol, sən istədiyin andan etibarən təbii ki, o həyatı yaşadığını hiss eləyəcəksən, artıq yarandan baxmaqdansa özündən həyata baxmaq istəyəcəksən. Nəyin əskikdir? Yaşayan bu həyatı hiss edən insanlardan nəyin əskikdir? Nə vaxta qədər deyəcəksən ki, mənə bunu etdilər, mən bunu yaşadım, mən ona görə buyam, mən davamlı olaraq eyni münasibətin içərisində ilişib qalmışam, mən bu perioddayam, mən heç vaxt qurtula bilməyəcəm. Niyə? Niyə bu qədər güclü inancım var? Niyə sənin özünə bacara biləcəyinlə bağlı güclü inancın yoxdur? Amma digər tərəfə, yəni uğursuz olduğuna artıq çoxdan inanmırsan. Həyatının bəlkə də heç çoxu getməyib, neçə il yaşayacağını belə bilmirsən. Bəlkə də ümumiyyətlə deyir, qəşəng bir cümlə var, deyir, bəlkə də sən heç narahat olduğun gələcəkdə belə yoxsan, o narahat olduğun gələcək illərində və s. Yəni, həyat bu qədər ani ikən, sən hələ də ertəliyirsən, hekayəm belə oldu, mən buradan incindim, qəbul eləyirik, biz bunu danmırıq ki, hər kəsin özünə görə incindiyi yerləri var, onda bilmədiyi, həzm edə bilmədiyi yerləri var. Özünü yaşamaq cəsarət istəyir, qəbul etməlisən. Qəbul etməlisən ki, mən məsuliyyəti üzərimə götürməliyəm, mən seçimlərimin cavabdehliyini özüm daşımalıyam, ağrısıyla, acısıyla, uğuruyla, xoşbəxtliyi seçimlərimin arxasında durmalıyam. Bu bir cəsarət istəyir. Böyümək dediyim kimi, elə ancaq fiziki, yaşla, boyla, buxunla böyümək deyil. Böyümək artıq valideynlərini günahkar çıxartmamaqdır. Böyümək artıq şərtləri günahkar çıxartmamaqdır. Böyümək artıq mənini kəşf etməkdir, özünü inkişaf etdirməkdir. Sən o halda böyümüş olursan. Günahlandırdığın halda böyümüş olmursan. Həyatın kimdənsə qəsdi qərəzliyi yoxdur. Davamlı olaraq bu cümləni də eşidirəm ki, bəzi insanlardan. Həyatda bəxtim gətirməyib, elə ancaq həyat mənə bunları yaşadır. Həyat sənə sadəcə olaraq sənin özünə elədiyini verir. Sən özünə nəyə layiq görürsənsə, nə hansı münasibətlərə layiq görürsənsə, haraları layiq görürsənsə, həyat sənə onları verir. Həyatdan istəməyi də biləcəksən. Amma nə istəmədiyini də biləcəksən. Nə istəmədiyini, nə istədiyini, necə istəyə biləcəyini öyrənəcəksən. Mən istəmirəm ki, sən həyatın bu qədər ani qısa ola bilərkən və yaxud da hədsiz uzun ola bilərkən, potensial uzun ola bilərkən fərq etmir. Sən həyatın yaşanmamış qalsın. Çünki sən buna layiq deyilsən. Çünki mən bacardımsa, mən alındırdımsa, mən toparlandımsa, mən özümü yaşaya bilirəmsə, yaşamaq istəyirəmsə və bu odum alovum sönmürsə və mən həyatımı yaşamaq istəyirəmsə, sənin məndən nə əskiyin var? Mən olmayım ki, sənin hər hansı başqa bir... Deyək ki, sən özünə görə bir idealın var bu həyatda. Baxıb deyirsən ki, bu insan halal olsun, belə-belə dediyin bir insan varmı? Bax o insana. O insanı o eləyən nədir? Bəs sonra bir dön özünə bax. Səni eləyən nədir? Niyə səni eləyən şeylərdən ancaq uzaq durmağı seçirsən? Rahat olacaq səni, canın rahat olacaq. Sığın o yaralarına, sığın o uğursuz hekayələrinə, keçmişdə qalmış izlərinə sığın. Amma onun heç bir bəhrəsini görməyəcəksən. Sadəcə olaraq canın rahat olacaq, az yorulacaqsan. Ölü balıq kimi su səni hara aparsa hara gedəcəksən.
Belə bir həyatla razısansa, mən sənə artıq bundan sonra heç bir şey deyə bilmərəm. Çünki hər kəsin həyatda bir yerdən sonra məsuliyyəti özünədir və öz seçimidir. Amma əgər sənin içində yanan bir alov varsa, yaşamaq istəyi, bir şey bura dirənibsə, dəyişdirmək istəyirəm, necə dəyişdirə biləcəyimi bilmirəm deyirsənsə, deməli, sən yaşamaq istəyirsən. Sən iç səsini eşitmək istəyirsən. İç səsimiz boğulub. Kənar səslərlə, illərdir böyüdüyümüz səslərlə eşidə-eşidə öz iç səsimizi unutmuşuq. Başqalarının prioritetlərinə xitab etməyə öyrənmişik çox zaman bəlkə də. Başqalarının seçimləri üzrə yaşamaq öyrənmişik. Onları xoşbəxt etmək mərkəzli yaşayırıq bəlkə də. Biz yoxdur bəlkə də, amma yaranmayacağı mənasına gəlmir. Anlayaraq həyatını yenidən yarada bilərsən. Demək o deyim, mən bu videonu ona görə çəkmirəm ki, sən yaraldığın yerlərə girib nifrət qusasan, çox bərk zərbə ziyanlar vurasan, yandırıb tökəsən. Xeyr. Sadəcə olaraq bizə ötürülənlər, o ötürülən yerlər ki var, bizi incidən insanlar deyək ki, bizim həyatımıza yara qoyanlar. Maksimumları oydu. Və onları düzəldə bilmək sənin işin deyil. Heç kəsin reabilitasiya mərkəzi deyilsən. Heç kəsin psixologu deyilsən. Sən də yaşamalısan və sən də yaşamağa layiq bir insansan. Yarana sığınma. Yarana sığın o halda ki, sən onu düzəltmək üçün oraya işləyə biləsən, oraya üzərində çalışa biləsən. Amma sən durub orada özünə bir qaranlıq otaq yaratsan, başını aşağı salsan və heç nəyi görməməyi seçsən, yaşamamış bir həyatı özünə son nəfəsində hədiyyə etmiş olacaqsan. Mən inanıram axı ki, mən bilirəm axı ki, bu ekranın arxasından mənə baxan o üz, o ürək, mənə eşidən o qulaq, o varlıq, yəni sən bacara bilərsən. Mən bilirəm ki, sən bunu eləyə bilərsən. Ona görə bu qədər canla danışıram, çünki hiss eləyirəm. Buradasansa boşuna deyil. O halda özünü artıq xərcləmə. Anlayaraq, bağışlayaraq və qəbul eləyərək kənarı və özünə yeni bir şans ver. Dəfələrlə şans ver. Limitləmə. Bir dəfəyə həyata sıxışdırma. Həyat o qədər asan və bəsit deyil. Həyatın nə qədər şaxələri var. Həyatda yenidən doğulan insanlar var. Bir həyatın içində nə qədər həyat yaşayan insanlar var. Sən özünü bu qədər limitləməməlisən. Belə bir həyata layiq deyilsən. Mən sən daha çox özünü yaşaya biləcəyin, həqiqətən də xoşbəxtlikdən gözdə ola biləcək bir sən görməyə inanıram. Bilirəm ki, sən elə bir sənsən. Mənim qarşımda oturub mənə qulaq asan insan bilirəm ki, elə bir insandır. İnşallah ki, çatdıra bildim fikirlərimi, inşallah ki, açıqlaya bildim tam olaraq fikirlərimi və bu videonun əvvəlindəki sənlə axırdakı sən arasında bir fərqə nail ola bildik. Bu məsələnin daha dərin versiyalarını yaşayırsansa, təbii ki, bu bir söhbətlə, bu bir video ilə həll olunası deyil. Yaxşı olar ki, təcili psixoloji seansa yazılasınız, psixoloqla işbirliyinə başlayasınız. Çünki bəzən yanılırıq ki, özümüz bacararıq, özümüz də bacara biləcəyimiz olur. Amma bəzən olmur. Kənar müdaxilə mütləq lazım olur və bundan çəkinməyin. Özünüzə yatırımdan heç vaxt çəkinməyin. Nə lazımdır özünüz üçün edin. Özünüzə yaxşı baxın. Yeni ilinizi indidən təbrik edirəm. İnşallah yeni ildə bol-bol özümüzü yaşayarıq, bol-bol xəyallarımızı özümüz istədiyimiz kimi reallaşdırarıq və bol-bol özümüzü anladığımız bir il olar. Çünki çox zaman biz özümüzü başa düşmürük, özümüzü anlamırıq. Səs-küyün içində boğulub gedirik. Özünə yaxşı bax, növbəti videoda görüşənə qədər. Çox dəyərlisən, bunu heç vaxt unutma və bu həyatı yaşamağa layiqsən. Bu həyat səni yaşamaq istəyir. Bu həyat özündə səni yaşatmaq istəyir. Görüşənə qədər. Hələlik.